Mənim Abbas ibn Əli haqqında bir sualım var. İmam Sadiqin onun haqqında dediyi kimi, doğrudanmı o bu qədər böyük şəxsiyyətdir? Əgər onun barəsində bilmədiyim başqa şeylər də varsa, zəhmət olmasa mənə deyin. Abbas ibn Əli əleyhissalam yalnız İmam Sadiq əleyhissalamın sözlərinə görə deyil, bütün Əhl-i Beytin sözlərinə görə yer üzündə yaşamış ən böyük insanlardan biridir. O Kərbəlada İmam Hüseyn əleyhissalamı müdafiə edərkən və Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və aleyh Əhl-i Beytindən olan susuz ailə üzvləri üçün su gətirməyə çalışarkən zalım Yezid lənətullahi aleyh tərəfindən hücuma məruz qalıb şəhid oldu. O şəhid olduqdan sonra İmam Hüseyn əleyhissalam Hüseynin beli qırıldı dedi. Bu da göstərirdi ki, Abbas qardaşı Hüseynin onurğa sütunu idi. İmam Həsən və İmam Hüseyn hər ikisi Əli ibn Əbu Talib və Fatimə-i Zəhra əleyhissalamın övladlarıdır. Abbas